Mehdiyevin həbsi baş verdisə, bu artıq bir siyasi qərardır. Həm də çox ciddi, radikal və cəsur bir qərardır. Bu o deməkdir ki, Rus yönümlü, sabiq və indiki məmurlar hakimiyyətdən təmizlənəcək. Bir. İkinci, bu həm də o deməkdir ki, çox geniş kadr islahatı gəlir qarşıdakı müddətdə. Hansı mexanizmlə həyata keçiriləcək? Və burada ümummilli amillər, məsələn, referendumdur, başqa yeni seçkilərdir. Bunlar rol oynayacaqmı, oynamayacaqmı? O artıq ikinci qoyduğumuz məsələdə yeni bir siyasi qərar nəticəsində mümkün. Amma kadr islahatlarının, struktur islahatlarının, sadələşdirmənin, dövlət aparatının, asan modelə keçidinin baş verəcəyi gözlənilir. Bu, Azərbaycan prezidentinin vizyonudur. Biz hələ 18-19-cu ildə bunu yazırdıq. Mən özüm 2 dəfə, 3 dəfə manşet yazmışam bundan. Sadəcə dediyimiz kimi, prioritetlər dəyişir. Sırada gəlir o olur, məsələn, 5-ci. Birinci nə olur? Qarabağın xilası, Şuşanın alınması, Xocalının alınması. Daha sonra nə olur? İran təhdidinin qaldırılması. Daha sonra Rusiya təhdidinin qaldırılması. Daha sonra Xankəndinin alınması. Biz hər dəfə bu cür müqəddəs, ali və daha qlobal məsələlər səbəbindən onlar təxirə düşüb. Amma indi Rusiya ilə də münasibətlərimiz normallaşıb, İranla da normallaşıb. Artıq Şimal-Cənub dəhlizinin inşası ilə bağlı danışırıq. İnşallah İran da söz verdiyi kimi Rəşd, Astara dəmir yolunu çəkər. 10 ildir uzadır. 10 ildir nə? Daha çoxdur. 2005-də Azərbaycan qoşulub. 20 il az qala. Yəni bir ara bizdən 500 milyon dollar kredit götürüb o yolu çəkmək istəyirdi İran. Sonra Trump gələndən sonra İrana qoyulan sanksiyalar bunu mümkün etmədi. Və üçüncüsü isə demək xeyli həbslər olacaq. Bu 2 punktu dedik, bu üçüncüsü. Mənim proqnozuma görə Ramiz Mehdiyevə verilən maddələr elə maddələrdir ki, onlar tək başına həyata keçirilmir. Onların həyata keçirilməsi üçün bir mütəşəkkil dəstə qurulmalıdır. O mütəşəkkil dəstənin rəhbəri, iştirakçıları, rol bölgüsü olmalıdır, listə olmalıdır. Bunların hamısı da Putinin əgər dediyimiz kimi APA-nın yaydığı məlumatlara istinad etsək, Putinin verdiyi məlumatlarda bu siyahı var. Siyahı üzrə yaxın zamanlarda sensasional həbslər gözlənilir. Tanınmış şəxslər indi özlərini nə qədər təmizləməyə çıxarsalar da, nə qədər desələr də ki, o vətənə, prezidentə xəyanət edib, əgər onların da xəyanət elementi varsa və o siyahıdan Ramiz Mehdiyevin qurduğu sistemdən xəbərləri varsa, özlərinə deyilibsə, istər 19-cu ildə, istər 20-ci ildə, istər 21-ci ildə, istərsə 25-ci ildə. Bu 10 aylıq periodu fürsət bilərək Rusiya yönümlülər ki, biz başlayaq. Media rəhbərindən, əməkdaşından, politoloğundan tutmuş millət vəkilinə kimi və baş nazirlik sistemində, nazirlər kabineti sistemində işləyən kadrlara qədər heç birinin gözünün yaşına baxılmayacaqdır. Ramiz Mehdiyev kimi şəxs əgər ev dustağı olunursa, yaşı əgər imkan versəydi, səhhət imkan versəydi, ona həbsxanaya da apar. Qandallanmasını görəcəkdik biz videonu. O videonu biz görəcəkdik. Əgər bunu edirlərsə, onları niyə etməsinlər ki? Mənim proqnozum bundan ibarətdir ki, bu 3 punktlu proses baş verəcək. Yəni sonuncu da daha maraqlıdır. Və biz bir müddət Ukrayna-Rusiya müharibəsindən, Qəzza müharibəsindən və başqalarından diqqətimizi ayırıb ölkənin daxilindəki islahat xarakterli və sensasional xarakterli proseslərə diqqətimizi verəcəyik.